Üç işi idarə etmək mümkündür. Sadəcə inan və başla. Bəzən insanlar təəccüblə soruşur. Necə olur ki, həm onlayn, həm offlayn işləyirsən, həm də ailəyə vaxt tapırsan? Cavab sadədir. Sevdiyim işi görürəm və məqsədimi bilirəm. Onlayn işim Ariflim komandamla birlikdə çalışmaqdır. Bu iş mənə azadlıq, özünə inkişaf, liderlik və qazanc qazandırır. Ən gözəl hiss isə odur ki, bu yolla başqa xanımlar da qazandırıram. Həm maddi, həm mənəvi. Offlayn işim lazerologiya. Bu sahə məni davamlı hərəkətdə saxlayır, enerjim artır və sağlam qalmağıma kömək edir. Daim hərəkətdə oluram və əlbəttə ailəm. Mənim üçün ən vacib işim. Ev, uşaqlar, məsuliyyətlər, hamısı mənə balans, güc və ilham verir. Bəli, 3 işi eyni anda idarə etmək çətindir, amma mümkündür. Mən bu hekayəni ona görə danışıram ki, insanlar görsünlər, qadın istəsə hər şeyi bacarar. Əgər məqsədin var, planlısan və özünə inanırsansa, sən də bacararsan. Sadəcə başla, çünki heç kim birinci addımı sənin yerinə atmayacaq. Amma sən atsan, həyat səni mütləq mükafatlandıracaq.